Elçin, mən Ronaldodan daha yaraşıqlıyam. Mən səndən daha yaraşıqlıyam. Biz əslində birazdan Saminlə öpüşmək istəyirik. Məncə öpüşəcəksiniz. Ha, oğlanlıqdan götürsənsə Ziya Ronaldodan qat-qat yaxşı oğlandır. Futbollu komanda mənə üstümə qaçdı bura. Bəlkə dövmək istəyirlər. Hamı bir-bir Tam yox, podkastda sən nə verək ki, oynadı rahat deyəsən də. Özüm oynadıram da. futboldan danışacağıq biz. Yox. Bu kadar bir sene verirsin necə başlayır. Napoleon'la başlayır. Napoleon da kurtarır. Heç kim heç nə demir də başlayır. Napoleonu qurtarır da, burası kart qurtardı. Belə. Bizdə belə də kart qurtardı, zul qurtardı, beliş qurtardı da uşaqlar. Bax, hal-hazırda başladıq. Hə, hazır biz mikrofonu danışmırıq. Şu mikrofon məndədir. Ümumiyyətlə son həftələrdə özünüz müşahidə eləmiş olarsınız. Mənim iqtidarıma qarşı burada bir baş qaldırı var. 2 həftə mənim yerimə oturdu. 1 həftə uzaqlaşdırdım ki, gəldi indi yenə də kurs oldu yerimə. Görək də belə heç yaxşı yerə getmir burada vəziyyət. Gəldim mən. Biz gedirik bura, sən gecikirsən. Şurada, hə, всё. Ziya necəsən Ziya? Seksualni. Rayna. O hər zamanki alım. Siz necəsiz qadan qalım? Biz bir mikrofonla eləşirik bura. Bir mikrofonla mən bir dəqiqə. Petliçka var əslində. Ay belə yaxşıdır deyirsən. Biz əslində birazdan Saminlə öpüşmək istəyirik. Məncə öpüşəcəksiniz. Allah Fıdıyla Biraz öpüşüblər deyirsən. Fıdıyla podkastda bir dənə qəşəng zarafat eləmişdim. Norkəslər evli adamam. Lazım deyil. Lazım deyil. Yaxşı deyil. Qohumlar baxır. Qoymağa baxır. Qohumum baxırdı oradan. Hə. Təzə də falan toka çək. Bu zarafatsız bizə birdən bir mənə elə adamlar yazır ki, biz bu vizelası da baxırıq. Deyirəm ola mən sən. Mən nə falan. Qohumlar yəni. Yox, qohumlar yox, müdirlər zətlər 55 yaşlı kişi zət oturub baxırlar. Salamlar. Qonşu. Keçən dəfə də WhatsApp bazar storda mən başıma belə maraqlı hadisə gəldi. Növbədə MKS-da arxada bir xanım dayanmışdı. Yanında da uşağı var idi. Artıq bir 5-ci 6-cı falan gedən. Növbə də xeyli uzun idi. Xanım belə çiynimə vurdu. Oğlu sənə baxır. Hə, dedi ki, bəs biz izləyirik sizin şeyləri. Çox sevirsiniz. Çox söyüşür. Yəni deyir məndən ziyan yox dedi. Uşaqla bir yerdə baxırıq deyir. Uşaq eşitməsin deyir. Recep İvedik'də kimi deyir. Sana televizyondakı salak amca değil misin? Heç nə başa düşmədim amma. Eyvah. Çox bir şey itirmədim. Amca etə haroşlova. Amca et. Ya da cəcə. Bir də hikmətə xoşdan gəlmir. Amca. Şaxlar. Yox, zarafatsız. Şaxlar toja. Bizə uşaqlar çox baxır və hərdən bir ağlımdan keçir ki, bəlkə ümumiyyətlə söyüş-söyməyək. Çünki indi ümumiyyətlə Azərbaycanda belə olub ki, yəni futbol kontingenti daha çox, yəni az yaşlı uşaqlarda 18 yaşına qədər ya da məsələn 40 yaşından sonra daha çox bu pokoleniya. Hə. 40 yaşdan sonra mən başa düşmədim. Noxuda sibə belə. Və fikirləşim mənə də hərdən bir yəni uşaqlar yaxınlaşır. Məsələn, Kənan podkastı yəni populyardır falan ora bura, amma mənə heç vaxt məsəl üçün 5 yaşlı, 10 yaşlı uşaqlar yaxınlaşmırdı. İndi məktəbli uşaqlar Yox, nabarod, yox. Anasıyla, atasıyla. Qulaq as. 5 yaşlı var. Rapə qulaq asan tayfa həmişə gənc olur. Gəncləndə teenagerlər olur. Yox, 15-dən sonra. 18-dən sonra futbolu izləyən isə 5 yaşlı da futbolu izləyir. 6 yaşlı da, 7 yaşlı da. O da baxırlar. 8 yaşlı. YouTube'dan zaten çıxardarsan da bir yaş ortalamasını. 25-35 Hazırki statistika Samiri dəstəkləyir. Necə 15 yaşında? Əlbəttə. Aşağı yaş qrup çıxdı. Onu çıxarsa Neçə kim faizdir? baxacaq? Sən, mən, o bu. Yox, demirəm. Statistikası baxaq. Burada elə də burada. Qardaşım mən şeydə olmuşam, Mərdəkanda olmuşam, orada hansı akademiya futbolunu vardı. Qaqaşlar çıxıblar orada, futbollu komanda mənə üstümə qaçdı bura. Bəlkə dövmək istəyirlər. Hamı bir-bir, yox 13 yaşlı uşaqlar hamı bir-bir məndən şəkil çəkdirdi. O çənəyə görə qaçıb. Yox. Ümumiyyətlə baxmırlar elə şeyə. Amma futbola baxırlar. Zarafatsız bir dənə sual verim sən. Bəlkə biz öpüşmək istəyirik, niyə? Yox, niyə? Oturuq da. Abi şey, sən şahid. Sağ tərəfdən, bu tərəfdən sən. İlk sualım nədir? İlk dəfə repə neçə yaşınızda qulaq asmısınız? Repə? Sən heç də Mən dəqiq yadımdadır. İlk kaset almağım yadımdadır. 9 ya da 10, 2000 ya da 2001-ci ildə 9-10 yaşım vardı. O vaxtda Leyla və Dəyirman qrupu idi adları onların. Kamran Həsənli bir dənə verilişi var idi, musiqi. Musiqili meydan, meydan idi. Hə, orada yarışırdılar da. O reperlər orada yarışanda. Hə, ay sağ ol. Ondan birinci dəfə oradan, sonra da 2002 idi o Elçad Xoseyn plagiat albomu. Salam deyir.
O da burdadır. Biz burada çoxuq əslində. Biz də 5 dəfə. Bizim körpəmiz də burdadır, amma siz görmürsünüz. Ejad Xoseyin plagiat albomunu, kasetini almışdım bu vaxtda. Hə. 20 yanvar metrosunun yanında. Sən 85-ci ildə olardı dinləmişsən. O Sən vəbşi- Compton'da o Hip-hop- başlamışdı Yo, bu şey. orada başlamamışdı. Burada biraz vurdun. Yox, mən. Bronxda başlamışdı. Yox, mən Compton'da. Ha, sən Compton. Sən məndən danışmırsan? Mən deyirəm mən Sual versən, Compton'da cavab versin. bütün o NWA zat onlarla bir yerdə ilgilənirdim. Yox, Hafizə məktəbdə onsuz da bizim məktəbimiz. İlgilənirdim mən Hələ bu bizim məktəbimiz ümumiyyətlə. Dur oradan bizim elektrikdən. sinifdə hamı hip-hop rap zat belə Sən Sməkdə də oxumusan? 8 nömrələrdə. Hardadır? Opera balet teatrının yanında, mərkəzdə. Hə, bizdə rapdə yəni Tupacdan tutmuş, yəni Tupacdan başlayıb ümumiyyətlə bu sevgi. Amma Məndə də. geyinirdi belə bandana zat. Yəni Tupac öləndə ağlayırdı da bütün məktəb. Backstreet Boys. Şey çıxmışdı. 99-cu ildə onun Changes klipi çıxmışdı. Birinci televizorda Ay, gördüm. sən O vaxt verirsən. eşitdim onu mən. Aslında. Mən sonra birinci Amerikalı reperlə tanıdım. Sonra mənim məhəllə uşağım Orxan A4 baxırsansa salon. Yəni sinapsı yaradanlardan biri Bəli, idi bu bəli, insan. bəli. Yəni bu insan sonra mənə başladı göstərmək ki, bizdə Xose var, Dərya var, Dəyirman var. Mən sonradan Bizdə kim oxuyurdu? Məktəbdə 1 yaş böyük. Qurd var ya, qurd. Bizim məktəbdə oxuyur. bizim məktəbdə hamı oxuyur. belə. O reper Xose, sayılır Mose, ki, qurd. Xosus 89 oxuyur, doğrudan. Qurd reper sayılırdı da. Əvvəl rap. İndi amma sayılmırdı. Çünki Doğru, indiki doğru. illərə Kasper görə- Xose 89 Sonra. Sonra. Xose mənim məktəb Sevda. sirdaşım. Sevda. Gecələri bulaq başı. Bizdə Xose mənə blok atıb da. Oy bilə, niyə? Siz nə bilim mənə blok atıb Xose. Zikr eləyəndə eləyib. Ola Yəqin bilər, çalışırsa. ola bilər. Mən belə şeydir, Dəyirman Elnarə duetlərdim. Xose ilə Elnarənin qatarda avtobusda kliplərdi falan. O dövrlərdə bilirəm, onlar çıxıram. Bilincili istəyərək rep Hosta qulaq asmağı. qulaq Yox. Ay, yox, yox. qədər. Yes. Hə, o qədər. O da bir sən hansı track isə elə bil 13 Yakuza Castel gruplar, nəsə gruplar, 13 track. Pik O, trackdir. hə, ondan sonra Expertin və bir də siz falan hardasa 1-2 il mütəmadi olaraq bu isimlərə qulaq asdım. Bir də o, Eon Liga çıxdı 2014-də. bir də Pasterin Bina albomu. Mənim az rap və total rap fəaliyyətim bundan ibarət Amma başqa bax, yox. Bitdi. o Eon Liga təzə çıxanda YouTube-da təzəm. Mən həmin vaxtı tətilə gəlmişdim Bakıya. Bütün anca bekarçılıqda onlara baxırdım da. Macarıstan repi ilə Baxırdım məşğul ki, idi. YouTube-da cəmi nəmi 30 view, 40 view, 50 view deyim ki, mən də xiyar kimi düşmüşəm bunlar bu 50 nəfərin içində. Yəni niyə də görəsən? Sonra qayıtsan gördün ki 500 min. Sonra gördüm, yox, qəşəng idi. Heç indi sonradan sildilər deyəsən bəzilərini falan. Başqa kanallardan paylaşırlar. Hə, Başqa bir- kanallar paylaşmışlar. Bir də o fasilədən sonra mən Azrepə nə vaxt belə qulaq asmağa başladım. Deməli, Altava serialın çəkilişləri bitmişdi. Montaj falan efirə çatdırmaq lazım idi. Əlxan da deyir ki, soundtrack istəyirəm belə milli mahnılar, yerli mahnılar, amma da klişe yox da falan. Orada dəli kimi biz ofis olaraq hamımız köhnə şeylərə qulaq. Anar Nağılbazın bir trackini tapdıq. Elşad Xosenin bir dənə o Godfather'ın bitinə oxşayan bir şey var idi. Orada artıq biraz köhnələri getdik. Hansı seçdiniz? İxlas. İxlas. Yox, İxlas bir xeyli trackdən istifadə. Ümumiyyətlə mən onda gözləyirdim ki, Alatavada çox belə köhnə Azrepin bu kult əsərlərindən istifadə ediblər. Gözlədim ki, Azrep tərəfdən bir Alatavaya PR falan. Azrepin da olmadı Alatava. Siz yeni treklərdən istifadə eləmədiniz də burada. O yeni istəmirdi. Ağlı yox. edərdim. Yox, yeni treklər güya harda səslənmişdi ki? Neçə? Yəni Expert treki hansı kinoda var idi? Boston treki hansı kinoda Orada var idi? Əlxan eləmək istədiyi tema idi. Orada zaten bir Bakılı atmosferi var idi. Bildiyimdə sən Onun üçün dəstəyi köhnə- Xosadan Şey gözlə, var, Nağılbazdan Tilov. gözləmək Hə, olmaz. Tilov. Bir də Tilov var, Hə. Tilov. Tilov da yəni serialında Serial. İTV-də gedir də. O şey məsələn Cilov adasında, Jiloy adasında. O Yəni səhv eləmirəmsə serialın ilkin adı da belə texniki adı deyirlər də çəkiş. Əslində onda Tilov olmayıb. Cilov olub. Cilov adanın adıdır. Hə, Çilov Jiloy, adası- köhnə Hə. Jiloy. Yəni mən demək istəyirəm orada bir dənə seriyada cəmi Həzərin sahilində səslənib. Amma bunu soundtrack eləyər düzdür. Həzərin sahilində. Amma orada başında Aləm Qasımovun mahnısı. Elə bir Bilirəm, amma bu da tutur da. Qıqır sahilin, Həzərin sahilində hamı da tanıyıb, Babat damadında uzlaşırdı. Niyə Cəsur deyir? müəllim salam. Bəli. O da skalardan. O da təzədən track Xotlanıb. məqsad qəşəng. Mek. Xoşumuza. Bizə Juan Burmansı buraxıb mütləq qulaq asın. Siz başa düşürsünüz. Chill vibes. Axır ki dəyişdin kepkavı. Axır ki bu Gürcüstanski kepka getdi. Gürcüstan başladı pis oynamağa. Türkiyə qoydu belə göstərib Ay dəyişdi. yox, cırıldı kepka. İngilis bayrağı da kim güclüsə o tərəfəsi. Ya futboldan danışacağıq biz. Yox. Futbolda Yaxın mən heç nə. Aa, ni futbol ne da? Kişi ne futbol? Yox,
Sən qrupda keçən dəfə də belə yaman atlanıb düşürdün. Ronaldo'nun podkast dedi. Danış da deyirdin podkastda danışacağam heç açmısan söhbət. Hə, Ronaldo haqqında zarafatsız deyil ya bunu mənə də. Dedim də. Ronaldo podkastına baxdınız ya? Baxmarsan da əlbəttə səhv eləmirəm sən. Sən baxdın, Ali? Belə də oradan buradan. Yox, o əsas kodları bilirsiniz də, o şeylə danışır. Eşitmişəm. Sən bilsən Hə, Ronaldo deyir. bəzilərini görmüşəm. Hə, deyir ki, şeydə Səudiyyə Ərəbistanda mənim üçün qol Daha vurmaq çətin. daha çətindir ki, La Liqada. Düzdür də. Düzdür. O yaşda, bu yaşda ona Qozalıb Saudiyyədə da. vurmaq daha rahatdır da. Yox, La Liqaya soxur orada, ki, ən bekasız olur. Amma belə baxanda La Liqaya, Ronaldo La gözünü Liqaya. təmizləyir. La Liqanın ən bilir ki 2 dənə 3 dənə rəqibi vardı. Burada heç olmasa o Al Nassr'ın bir 4-5 dənə rəqibi var da Avropa. Yox, həm də ki komanda məsələsi var da La Liqada. La Liqada Eibar, Meybar, Hetafe, Yox, Betafe. La Liqada bunun arxasında oynayanlar kimlər idi? Məsəl üçün də bütün Adam 11, Babat idi də, bütün hə. 11-li idi. Burada bir də görsən Düzdür də qaqaş. gəlir Onun çıxır. ətrafında ancaq toplar oynayırdı da. özü Burada kim kiralı, oynayır? Ala 500 Abdülfattah nə Maxdət nə bilim. Yox, indi mən bir dənə şey düzdür. Mazraoui. Adım Ronaldo çıxıb, amma yəni biraz da şey eləyir. Felix orada, Brozovic orada, hani Mane orada, Laporte müdafiədə. Felix sən nə Felix orada. Sən Səudiyyə Ərəbistan liqasında qardaş. Yox Felix nə oyunçudur ki? Yox Felix orada. Felix orada olmasaydı görə Yox, Felix Ərəbistanlıqdır da, onsuz da Avropa. Hada başa düşürəm O amma sən maksimum Felix orada yəni Felixdən nə qatqı verir Ronaldo qollarında məsələn? 17 14 oyuna 17 gol asisti var. Kimin? Felixin. Neçə assist? 14 oyuna 17 gol asisti var. Gol contribution 17-dir. Yox Ronaldo'nun qollarına. Yəni assist Eyni komanda mənə Yox, Yox verir. Felix təzə gəlib 17 hardan çıxdı? Uy belə liqa nə 14 bilmədi ala. oyun Hə dedi. Elə ki liqa nə sən nə gözlədin oradan? Yox çox. Əlləsi Çempionlar Liqasında kim olduzdu? O Asiya Çempionlar Liqasında. Keçən mövsüm idi, nəsə oynayırdılar. Yarım finalda 4-4-dü. Koreya klubunun olduzdu, hansı klubun Hə, olduzdu? nəsə elə. Hə, Şəlpə Petrovna klubuna bir dənə olduzdu brat. Yəni Koreya klubu idi, Yapon klubu idi. Bir dənə də futbolçu yoxdur orada normal. Çünki normal Yapon Avropada oynayırdı. Yapon Koreya. Allah Yapon idi, Koreya fərqi nədir? İkisi də eyni şeydir. O bilər rasist. Yox, mən liqanı deyirəm. Söhbət insanlardan Amma gedir. Gol ayağı uduzublar. Goa yox, Goa udurlar Goanı. Goanı udublar, yəni. Hə, Amma indi Çempionlar Liqasında Gol deyirlər. dəqiqləşdirib. Bu AFK 2-dir. Bunlar Nələ düşmürlər. olsun, necə Bundan onu əvvəlki- düşmədilər. Bunlar onlar, UEFA-ya ey. düşüblər. Və Səudiyyə Ərəbistan liqasında Ronaldo'dan başqa heç kim ciddiyə almır. Hamı orada gedir kef eləməyə. Bir də Ronaldo ciddiyə alıb onu diriyib. Simon Inzaghi ciddiyə almır sən. Yox əlbəttə. Hamısı pul. Məncə ciddiyə də almır. Ronaldo sağ ol. oradan normal Hamı pul pul alır. O pulun qarşılığı da mənim PR-ım elə də o. Bəlkə də reklamdır sadəcə. Reklam. Reklam eləyir. ki, Reklam o belə düzdür, belə. 100%. O Yaxşı, reklam. bəs 3 il bundan qabaq Cristiano Ronaldo dedi ki, dünya çempionatı olmaq mənim arzumdur. Amma burada o şey adı nə idi o intervyu götürən qardaş? Chris Morgan. Hə, Ronaldo girəndə o. Hə də Padelnik. Hə, Padelnik. Qayıdıb Padelnik. Piers Morgan qayıdıb deyir ki, 6-7 oyuna indi nədir mən ən yaxşı oyunçu olacağam. Yəni 145 nəfər dünya çempionu olub. İndi onlar məndən yaşlıdırlar. Söhbət oradan getmir ki, kim səndən yaşlı. Sən dünyada futbol tarixində bəlkə də ikinci ən yaxşı futbolçusan. Sən nə bilim milyon futbolçudan yaxşısan. Dünya kuboku udmaq hər kəsin arzusudur. Sənin də arzun idi. Bəlkə utsa 26-cı ildə. Deyəcək Nömrə ki, 1 ola mən- bilər. Çünki bu artıq ikinci söhbət nömrə 1. Aha. Yox, mənim üçün həmişə nömrə 1. Ay sağ ol. Bax o da o başqa deməli, məsələdir. deməli ki, O o başqa lazımdır, meyar odur. Yox, mənim üçün meyar ümumiyyətlə dünya kuboku falan zat deyil. Messi heç nə olmasa da Messi dünyanın ən yaxşı futbolçusudur. Nə istəsə eləsin Messi, nə bilim, bir 0 gol vursun, amma yenə də hamıdan yaxşıdır. Mənim üçün futbolda gol mol, yəni deyil mən. Mən başqa cür futbola baxıram. Və söhbət nədən gedir? Sən zaten West Ham Dünya- gol buraxaraq qələbə qazanır deyə. Hə də, Yoxsa vurmaq yəni meyar deyil. mənim ən sevdiyim oyunçu West Ham'da heç qollar vurmur. Bowen. Declan Rice. Bowen. Və söhbət mən söhbət nəyə gətirirəm də? Danış aşkım. Şey götürəndə nə zamandır? Golden Boot götürəndə Golden Ehtiyacın Boots. Yox, Golden Boots qızıl topdan daha önəmlidir. Hə, Messi ondan çox. Çünki mən qollara özüm vururam. Golden Ball-a isə, Ballon d'Or-a isə şey verirlər, səs verirlər kimlərsə. Sonra Messi onu ötdü, Golden Boot-da ötdü, keçdi dünya çempionatına. Dünya çempionatı Messi qazandı, indi ki dünya çempionatı heç nədir. Yəni Ronaldo'nun biraz Dünya çempionatının bir dənə söz deyim. Heç nə elədilər də taqa. Deyirlər Portuqaliya çempionlardır da. Deyir ki Argentina deyir ki tipik Ronaldo fanatı da, yəni görürsən bir yerdə otura bilmir. Tipik şey deyir ki Argentina o Messi'dən qabaq dünya çempionu olurdu. Nə dəxlisi var? Yəni çox maraqlıdır. Cristiano Ronaldo sən çox böyük fiqursan da. Sən nə bilim dünya tarixində bir 50 nəfər varsa belə də ikona. Onlardan biri sənsən.
idmanı götürək, nə bilim, siyasəti, любой sferanı götürək, onlardan biri bəlkə də sənsən. Və sən özünü 40 yaşlı uşaq kimi niyə aparmırsan? Çağırırsan bu Piers Morganı, başlayırsan ki, mən Beckhamdan gözələm. Okey, bu zarafat kimi mən bunu qəbul elədim, bu okey. Amma dünya çempionatı mənə niyə lazımdır? Ronaldo get Oppanda sən Beckhamdan gözəl. 100%, əlbəttə. Məncə Ronaldo küçəcə indi. Sən. Mən səndən daha yaraşıqlıyım. Yazın kommentlərdə. Elçin, mən Ronaldodan daha yaraşıqlıyam. Nə var onun kimi? Özgüvən pik. Yaraşıqlı olmağa bu boyda dartıb. Hə, və söhbət Bülent Ersoy oxşuyur. Ronaldo öyle bir nəsə barışmayıb ki. Məsələn Messi də bir dəfə soruşublar. Məsələn sənin çıxmaq şərti ilə GOAT kimdir? Adi radio idi. Argentina hansı radiodur, ya İspaniya hansı Niyə radiodur? Ronaldo? Sergio Yox, başlayıb sıralamağa ki, Suarez ola bilər, Kun Neymar Agüero, ola bilər. Neymar falan. Yox, qulaq as da. Bəs deyir ki, sən bir nəfəri unuttun axı 7 nömrə. Deyir, mən onu onlarla saymıram ki, o mənimlə bir yerdə gedir. GOAT sayılır. Onu demişdim. Görürsən bura? Yəni Messi-nin də elə olub, yəni söhbəti yoxdur. Yox, Olub. Daxı olub. Olan məsələ. Yəni İbrahimoviçə qarşı Vekorsa verdiyi cavab falan belə temalar çox olur. Detallı öyrənmək üçün ayın 18-i bizim Fıdıyla olan podkastda bax danışmışıq. Yaxşı. Də yaxşı demirəm. Ay belə. Amma bu yaxına gəlib. Ronaldo indi özünü belə aparır da həmin intervyuda. Ümumiyyətlə podkastda sən nə verək ki, oynadı rahat deyəsən də bu. Özüm oynadıram da. Qəşəng pas idi, sən də qəşəng gol vurdun. Kəllə və qol. Ronaldo Səudiyyə Ərəbistanında bunu vuranmır da. Yox, ümumiyyətlə Ronaldo karyerasının sonunu, o qocalmasını qəti idarə edə bilmir. Belə vulqar şəkildə ağzını danışığını bilmir bu dəqiqə. Ronaldo danışsın bilmir. Yəni bizim də indi nəsə danışmağımız indi deyəcək bir söz. Siz kimsiniz? Biz heç kimi Ronaldo yanında. Biz heç kimi. Yəni biz adi bir veriliş açmışıq. Futbol çərçivəsində heç kimik. Belə mən Ronaldodan yaxşı oğlan. Yorur məni sən öyle. Ha, oğlanlıqdan götürsənsə Ziya Ronaldodan qat-qat yaxşı oğlandı. 100%. Məncə bu yaşda belə ulduzların bir idarə komandası olmalı. Psixoloq lazımdır. Yox, idarə etsin. Prosta belə insanların da egosu biraz imkan vermir ki, kimsə qıraqdan misal üçün hansı idarə heyətinin hansı üzvü heç kim onu tanımır da. Prosta maaşa gəlib deyir ki, sən bunu danışacaqsan, bunu danışacaqsan. Məsələn, Hollywood ulduzlarında necə olur? Leonardo DiCaprio'nun bir dənə komandası var, deyəcək ki, sən podkastda gəlsən, hansı podkastda gəlsən? Sən orada gəlsən, ha, orada bu haqqında danış, burada bu haqqında danış, burada bu haqqında. Bu suallara cavab versələr, ver. Sual versələr, vermə cavab. Ronaldo özünü bilsəncə biraz İbrahimovic vibe-ına gəlib. Amma İbrahimovicin IQ-su məncə Ronaldodan daha yaxşıdır. Çünki İbrahimovic hər bir zarafatda, даже İbrahimovic Messi haqqında zarafat eləyəndə, onu dedi ki, Messi-dən yaxşı futbolçudur. Amma İbrahimovic cavab verir ki, zato mən kolu götürmək istəyəndə stul qoymuram da. Yəni bu zarafatdır da. Hər kəs başa düşür ki, bu İbrahimovic mırtdaşır da. Ya bir də İbrahimovic yaraşır da. 100%. Və İbra daha cooldur. Hə, İbra daha cooldur. Yəni Ronaldo biraz nə bilim, baxıram. Mən çox sevirəm Ronaldonu. Söhbət ondan getmir. Bilə. Prosta Uzun müddət tier list deyirlər də GOAT Legend. Onu eləmirdi. İzləyicilər həm mənə şəxsi olaraq, həm video şərhlərində yazırlar ki, o formatı yenidən qaytarın. Mən də fikirləşdim Premier Liqanın vərəq lazımdır. burdadır. Pisir burdadır, narahat olma. Premier Liqanı çox eləmişik. Mən dedim La Liqadan bir şey eləyək. Başlayırıq mənim izləmədiyim, amma sizin izləmə ehtimalınızın olduğu bir Raul Gonzalez Blanco. Patrick Kluivert. Barcelona. İzləməməsən? Heç oğlansan. World class. O Barcelona minimum. doğulmamışdı. O bir pokoleniyanın kumiri idi. Bəli. o kumiri idi, amma yaxşı futbolçu deyil. Mən Yaxşı Patrick dedi. Kluivertə görə bu günə kimi Barcelona O baytını tanıyıram. Nitoke, Hollandiya, Hollandiya. Hegemoniya söhbəti. Hollandiyada 98-də ümumiyyətlə, 98-2000 periodunda Patrick Kluivert Hollandiyanın ən bir nömrəli forvard idi və ən bomba mövsümlərini də keçirmişdi. Yəni o yarım finala bir dənə baxsaydın sən Braziliya ilə, o komanda finalda oynamalı idi. Braziliya əvəzinə Hollandiya Fransaya qarşı. Kluivert orada hər şey elədi, prosta tafarel çıxardırdı da. 2000-ci ildə Yugoslaviya ilə şey oldu da. Yugoslaviyada 4-dən deyəsən, Neçə? 4-dən deyəsən daha vurdu. 6 da. 6-1 utdular, 4-yə 5 vurdu. 4-yə 5 vurdu nəsə. Yox, Kluivert əla hücumçu idi, amma indi müqayisə edirsən məsəl üçün Kluiverti. Sən siyahını bilirsən də ona görə. Bilmirəm məsələn. Və Kluivert post Cruyff və before Guardiola periodunda Barcelona'nın bir nömrəli forvardı idi. Barcelona'nı. O da Barcelona. Barcelona'nın hə. Bəs nədən danışırıq biz indi? La Liqada, Barcelona'da hələ. Okey də, hə, okey, hə. World class oyunçudur. Həqiqətən hə. Okay, növbəti ad.
Kovacevic mənim izləmədiyim futbolçu. Nihat Darko Kovacevic. Kahveci. Nədir? Sociedad'dakı. Sociedad. Prosta great man. Great. Onlar 1-2 də mövsüm var. Bir dənə mövsüm. De Pedro ilə 2003 mövsümü, Deməli- 2002-2003. Beşiktaşın əfsanəsi Alvaro Negredo. Ay var Negredo. Sən O Great'dən aşağı heç nə yoxdur orada. Yoxdur. Roberto Soldado, Alvaro Negredo, Iago Aspas. Iago Aspas legend. Biraz bunlardan yuxarı. Mən ümumiyyətlə 100% legend. O Cez Bratelnikdi. Nə etsən? bizim sıralamamı bilirdim ki World Class Great Average var. Orada boş qalmasın tabii deyə bir ki, kağıt yazdım. Okay, Diego Aspas. Iago Aspas legend. Yazın legend. Yago Aspas La Liqanın Kiçik klubun əfsanəsi, döyünən ürəyi. Onda isi də O yazır. heç bir başqa kluba getsə bu qədər şey olmayacaq. Celta'nın əfsanəsidir. Yaxşı Celta. Celta əfsanəsi olmaqla Celta Gotu'dur. o bir şey Necə ki əfsanədir. Di Natale seriyanın legendidir. Heç nə udmayıb bu insan. Bəli. Yago Aspas da La Liqanın legendidir. Bir xeyli gol vurub o da. Çalan. Aduriz. Artiz Aduriz o. Aris Aduriz Suqaqaş məncə ən azından minimum 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 ha. Onun bir dənə O da lokal legenddir də deyək. Yox, elə o da onun yanındadır. Aspasın yanında. Xoca da Aduriz. Aduriz yığmada da daha. Aduriz normal. UEFA-ya çıxartmışdı. Həm də Aduriz yığmada da olur. Aduriz legend bro. Barcelona bir dənə gol vurub ki, get çıxar. Hala bu da Barcelona kim vurur deyir legend deyirlər. Legenda Aduriz tanıyırıq da bilsən də. Aduriz əjdahadır. Tristan. Diego Diego Tristan. Tristan. Deportivo'nun World class. Tristan tanımıram, Juan bir Valeron Sən da. yaxşı olandı. Tristan Valeron ikisi də. Tristan, Valeron, Valeron Pandiani. Valeron vəbşə əfsanə O olandı. Valeron yarım müdafiəçidir, ona görə salmırıq da. Amma orada Tristanla Albert Luke var idi orada. Luke, hə, Luke. Pandiani. Panzani patron da priş oldu. Luke-dən şey. Sonra Luke Newcastle getdi deyəsən. Tristan world class-dır. Bəli. Yaxşı vaxtları var idi onun. İndi adını çəkəcəyim oğlan son tur hat-trick elədi. Robert Lewandowski. Məncə o da əgər bir şey yazmamışıqsa İbran Anrini, Lewandowski də 2 mövsümdür də. 3. 4-cü mövsüm idi. 4-cüdür. Və keçən mövsüm 40 plus gol asisti var. Dur, 50-yə yaxın. A priori şey eləmək lazımdır onu. Legend. Legend. Lewandowski zaten legend. Çempion olublar. Yox. Lewandowski olub, tutun olub. Keçən olub. çempiondur. Biz amma burada La Liqadakı karyerasının 11 dənə. La Liga qarşısında 5000 dənə gol vurub La Ligada. Lewandowski 100% Kluivertdən çox gol vurur. Bəli, hamısından çox. Şəflə getsin. O Aspasdan yox amma. Leva legenda getdi. də, Leva Doğru. legend, Lewandowski legend. Okay. Nihat Kahveci. Nihat Treski abi. Kahveci World class adam. bir mövsümün əfsanəsi. Bax belə bir Qarabağın şey olsaydı, fanatı. bir mövsümün əfsanəsi mən ona polnu qoya bilərdim. No, adam Villarreal'da da Realda qəşəng alınmadı. Ya bilirəm, Sociedad oynuyor kimi da. olmadı. Yox, gol vururdu. Ya, Sociedad kimi Amma olmadı. bir mövsüm əfsanəsi, yəni onu Nihat eləyən mövsüm, yəni 2002-2003. Bəli. Lübun pozisiyadan gol vururdu. Yəni bu komanda ilk dövrədə bir dənə məğlub olmayıbdı. Bir dəfə sonuncu tura qədər Real Madridlə dirəşirdi. Yəni bu komanda bir mövsümlük əfsanədir. Amma belə götürsə world class. World class. Kovacic-dən daha yaxşıdır. Bəli, bəli. Ya mən də. World class. Yəni çünki Nihat Negredo'dan daha yaxşı futbolçudur. İndi Nihat indi də bəlkə Negredo'dan yaxşı. növbəti ad buradakı sevimli Milan azarkeşdən Lubumçiki Alvaro Morata. Marata məncə çox over. Yo, La Ligada Çox overrateddir məncə. greatdir. La Liga üçün Evet, Morata. great də dövlət ha. Morata great. Muha montajda altına yazarsan ki Ziya üçün greatdə deyil atağı. Uy be. Saviola. Səviyyə oyunçusuydu. Saviola. Saviola izləməmişəm onu da. Saviolo'yu vaxtda deyirlər də tezə Maradona. Buydu. Barcelona sonra Real Madrid. Bəli, hə. Monaco zat. Saviola Koldu bir qoymadı. Riquelme kimi uğursuz oldu onun belə deyim Avropa. Riquelme şu bölümün daha yaxşı idi məncə Saviola'dan. Çox böyük ümidlərlə. Amma zədələr ona da Çox böyük imkan ümidlərlə vermədi. gəlmişdi, amma özünü Amma tapmadı. yox, amma sən deyirsən 90-lardan danışırdın, nə necə Kluivert falan da. Yəni Saviolanın fanatları Çox idi, çox idi. Çox Ümumiyyətlə Saviola. şey South American oyunçuların fanatları hərənin də çox idi. Məsələn Riquelme də çox idi, Saviola da çox idi. Çünki Saviola River Plate yetirməsidir, Riquelme Boca Juniors yetirməsidir. İstən armiya, ordu onların Yığışırlar. arxasınca gəlirdi. Alvaro Recobanın da fanatı çox idi, o da Uruguayın oyunçusudur. Yəni onların həmişə Avropaya hansısa belə top 10 nömrə gəlirsə, həmişə onun azarkeş də çoxdur. İndi Mastanton da məsələn gəlir. Çox da indi yaxşı oynamır da. Saviola əla da oynayırdı axı Barcelonada. Barcelonada əla oynayır. Zədəyə kimi bomba. Zədəyə qədər çox əla oynayır. Amma Saviola ondan sonra world özünə class gələ adamdır. bilmədi. Ona görə məncə özünü tam sübut edə bilməyib. Ona görə məncə world class. World class adamdır. Legend deyil də. Ola bilmədi də çünki Ola bilmədi. imkan olmadı. Hə, məncə La Ligada Həm də, Saviola hə. world class-dır məncə. Məncə Saviola. Okay. Gonzalo Higuain.
Yalnız Liga World Class. Yo, məncə great. La Ligada alınmadı axı. Yalan oldu. O La Ligada ancaq şeydə alınmadı. Napoli. Yox, La Ligada alınmadı, brat. Məncə La Ligada gollar alınmadı. vururdu, kalan vururdu da. Amma Mourinho'nun Real Madrid'ində səhv eləmirəmsə Mourinho Benzema'nın önündə qoyurdu. O da vururdu da paslarını da. Siz burada Bir Lewandowski dənə şey gollarını qoydu da danışırsınız. yuxarı. Higuain gol vururdu da. Kalan vururdu. Neçə il oynayıb Realda. Hər şeydə dövrədə devirdə də временно отрезокda deyə. Həmişə vurur. Məsələn, brat, Higuain'in prime'ı 30-dan sonra başlayıb da. Higuain prime olub уже. Bax, getdi hər bir Napoli, klubda. Juventus. Hər bir klubda gol vururdu, özü kalan. Yəni Realda da vururdu, hər mövsüm vururdu. Zamendən çıxanda da, daha 2008-2009 Realında da vururdu. Bax indi gol ratiosuna baxsaq, 190 oyuna 107 dənə gol vurub Real Madriddə 6 ilə. Ondan ilə sonra 20 təxminən. hə, indi buna Biraz bax. az. Sonra gəlib Napoliyə 104 oyuna 71 dənə vurub. Yəni 2 dəfə az oyun keçirdib, 2 dəfə cəmi 30 gol az vurub da belə. Yəni gol ratiosu Daha şeydə Napoliyə daha çoxdur. Amma sən deyirsən 6 ilə 100 neçə top? 6 ilə 190 da. Yox, Yo, şey deyirəm. Real Madriddə. 6 ilə 190 gol vurub. Real Madriddə Hə. özün baxda nə qədər vurub? 107 gol vurub. 107 olsun da, yəni burada 18 top minimum hər il var. Higuain yaxşı. Legend. Nə? Ruud van Nistelrooy. Legend. O man ya. Obi-Wan Kenobi. Niyə yox? Bu həmin Real Madridin qol silahı o idi da, həmin Qəşəng illərdə. qolları var idi amma Çox bomba qolları var idi. Ümumiyyətlə o Hə, golları Manchester hamısı əsas. demək olar ki, ştraflı oyunçudur. Nə olsa hücumçu da var. Yox, heç nə olmaz. Yox, Ruud van Nistelrooy 5 il oynadı Realda da Ruud van Nistelrooy. Hə, 5. Sonra Hamburqa getdi də. Üçüncüsü Malaga. Malagada o mövsüm babat idi ha. Malagada da yaxşı. Malagada səviyyədə. Yox, Rocky məncə- Santa Cruz. Bro, Ruud van Nistelrooy şeydir, legend. Una leyenda. Antoine Griezmann. O heç də o Legend. 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 Məncə insan karyerasına orada. David Villa. O legend. O da legend. O da legend. Ronaldo Nazario. Legend. Legend, hə. Leyenda. Çünki Ronaldo ümumiyyətlə heç bir karyerası alınmadı da, belə klub karyerası. Yəni bilmirəm, Interdə də demərsən ki, hə o GOAT-dur. O oyunçu kimi GOAT-lardan biridir, amma Braziliyada GOAT idi. Hə? Belə daha doğru çıxar. Braziliyada GOAT idi. Kun Agüero. Konu az oynadı O burada. da legend. Az. Atletico Madrid'i O var. 5 il var. Hə, Atletico. Madrid. Əlkbər abi Barselonaya. Hə də hə. Çünki City karyerası çox idi, amma belə baxanda Atletico Ancaq Madriddə Atletico Madriddə olan Konagüero mən bəyənirdim. o da legend. O da legend. Diego Forlanla falan yaxşı tanıdım idilər. Legenddir səncə? Legend 100%. World class yox. Getdi hər bir yerdə legenddir məncə. Belə Zəhrəm getsə də ondan yaxşı futbolçudur. Fernando Morientes. Ramil üçün legend. Fernando Morientes həmişə Raulun kölgəsində qalmış bir futbolçu idi, amma mən həmişə onu daha çox bəyənirdim Rauldan. Məncə sən onun Rauldan daha çox bəyənmirsən. Rauldan zəhlən gedirdi. Yo, yo, yo. Close deyərdim də onda zaten deyim. Yox, doğrudan deyirəm. Morientes həmişə zapasda qalırdı, bunun kölgəsində qalırdı. Amma Morientes çox babat transfer Morientes çox xoş. çox babat Süper idi Morientes. hücumçu idi. O Monacoya da getdi. Monacodan Bəli. da babat yadındadır bilən Chelsea-ni şəpləmişdilər. Morientes. Bəli. Hər Real şəhərləmişdi, Morientes şəplinq eləmişdi. Yəni o çox super oyunçu idi doğrudan. Məncə o belə də Əfsanəvi adam idi. underrated legend. Mən Morientes legend qoyuram bura. 100%. Çempionlar Liqası var, İspaniya La Liqası Bəli. var, gollar vurub. Növbəti at. Nə qədər legend oldu burada ya. Elə Ya. bir qolmuşdan. Daş atırsan legendidir. Solda da dünə ataq great. Vapşa atmayıq. Soldan dedik də. Solda demək. Negredo dedi. Solda da demədik. Sən canım, gəlin biz bu Ruud van Nistelrooy-la Higuaini qoyaq şeyə, World Class-a. Çünki Kluivert burdadır. Çünki biz burada Təkdir, biraz şeydir. Yox, bizdə biz Darıxır. La Liqanın ikonları, Kluivert La Liqanın ikonlarından biridir. Və o Van Nistelrooy-un Higuainin La Liqanın Sağ ol, ikonu sağ ol. deyil. Bas aşağıları. Məncə də onlar aşağı olur. Kres elə üstünü. Higuain, Pipita. Higuain, El bir Pipita. də Ruud van Nistelrooy. Bir dənə zəhmət baxarsan mən elə xatırlayım Soldado demirəm. Yox, Negredo demişsən. Demirəm, Solda demirəm. da. Biz burdaşda da Ha, Saldado, məzələr. Negredo zaten hamısı eyni vinegretdə bişirirlər də. Salda da varsa yaz ora. Allah yaz Soldado. Ay bilən pozdu. Mesajlara girdi. Ay bilin. Soldado'dan da yaz oralar. Ay, bilin. Saldado yazıram. Salda da great də. Maksimum. Daniel Guiza. Okay, Eto. Eto legend. Eto La yuxarı. şəxs. Liqanın legend. Mallorca'nın legendidir. Mallorca. Mallorca'da Real Barcelona. Eto'nun bir də oyuna yaz yer yoxdur.
Okey. Fernando Torres. Legend. Çox yuxarı. Ha. Atletico Madridin gənc Bəli. kapitanı. Yes, yes. El Matador. El Nino. El Niño. Sonra Diego Forlan. Legend. Məncə legend. Çox yuxarı. Çünki Atletico Madriddə legend oldu, Villarreal. Villarreal legend oldu. Yəni bu Radamel insan- Falcao olacaq burada. Falcao. Yazmısan Falcao. El Tigre. Növbəti. World Kimsə class. dedi? Bax çəkdiyimiz bu Aduris'dir, Yago Aspas'dır, Griezmann'dır, Villa'dır, Arnautovic, okey, hörmət edirik, prosta ona görə bunda salırıq onu. Marientes'dir, Kun Agüero'dur, Forlan'dır, Lewandowski'nin də buradan məncə Pik eləmək var, şik dörd eləmək kasa. olar. Çünki və bunlar məsəl üçün La Liga deyəndə, necə ki məsəl üçün Premier Liga deyəndə, Bəs onu deyirəm. Lampard, Gerrard, Lewandowski Scholes gəlir, deyəndə Scholes adamın ağlına La Liga La Liga gəlmir də, gəlmir. Bavariya Ona görə- Ona gəlir. görə hə, Lewandowski biz buradan Siko. veririk. Ona Burada görə deyirəm, söhbət Glass bununla birinci dəfədən. böyün sözünə qulaq Levi asın. yaz ora Levi. Deməli, son 3-ə 1 qala Radamel Falcao'nun da adını deyim yerləşdirin. O da arada. world class. World class. Bəli. O sonradan qayıtdı da deysə. Şeyə də Rayo Vallecano'ya. Ha, yaşa. Falcao world class. Və son 3 ad. Karim Benzema, Raul Gonzalez, Luis Suarez. Və gəl. Gol qoymalı ikimiz. Hə. Bu 3 nəfər qaldı da, baxın hara gedir. gedir. Raul Hara? şey Bak. legend. La Liga beraber Raul Gonzalez. Əgər biz Messi'ni çıxırıqsa buradan. Bəzən ala belə. Suarez. Peçat vurub o liqə. Benzema qaqa, Benzema. Suarez peçat vurub o liqə. Benzema. Mən nə qədər Suarezdən xoşum gəlməsə də, Bir sual verim. Ballon d'Or kimdə var? Benzema'da. Qutardı getdi. Ballon d'Or'un 8 dənəsi Messi. Qutardı getdi. Ballon d'Or'u kimdən uğurlular? Raul'dan. Ki, belədir ki. Yox, Qaqa, bax Səbrat. Biz əgər söhbət La Liga'dan gedirsə, La Liga'nın kultu. Raul Gonzalez La Liga'nın kultudur. Benzema və Luis Suarez Raul'dan yaxşı futbolçulardılar. Söhbəti yox. Luis Suarez ümumiyyətlə hamıdan yaxşı hücumçudur. Əgər biz ümumi futbolçu götürsək Benzema daha yaxşıdır mənə görə. Amma sırf hücumçu, gol falan Suarezdir. Amma Raul Gonzalez, Raul Gonzalez generation'ın kumiri olub. Luis Suarez heç kimin kumiri Heç kim deyil. kumiri ola bilməz o xarakter. Benzema da heç kəsin Raul kumiri deyil. Gonzalez hansı klubda oynayırdı? Real Madrid. Sən generation deyirsən. Yaxşı. Raul Gonzalez Real Madriddən başqa top komandada oynayıb. Hansı top komandada? Schalke'dir. Hansı komanda özünü top komanda deyirəm. Hansı komanda özünü sübut edib? Nə dəxli Realda sübut edib özünü. Benzema da sübut edib. Suarez də Barcelonada sübut edib. Söhbət ondan gedir. Burada eyni. Suarez Atletico Madrid oynayanda Bu adam getdi turnirlərdə, böyük turnirlərdə hər yerdə 98-də Biz La Liga'dan danışırıq. Ha? La Liga'dan danışırıq. La Liga olsun da yəni sən generation kumiridir amma kumir uğursuz idi. Yəni bir dənə Çempionlar Liqasını udmağına harda ki sənin yanında bütün top oyunçulardır. O demək deyir ki O top gol oyunçular atdı. olmadı. O legend mən razıyam amma Yox, gol o deyil. top oyunçuları olmadan udmuşdu Çempionlar Liqası. Top oyunçular gələndən Real sonra bir Madriddə dəfə oldu. ömür boyu top 2 dəfə oyunçuları. ondan qalmış. Top oyuncu Həmişə həmişə top olur. Və onların arasında ən topu Raul idi. Ən topu yox. Onun əsasında 98-ci ildə Raul'dan on- güclü futbolçu kim idi orada? güclü olmaya bilər, Şurada amma qoydu getdi. zəif də deyil, top oyunçuları da. Bəlkə də sən Roberto Carlos'dur, Mijatoviç'dir, Alan McManaman'dır, Yero'dur zaten. Komandanın şahı. Komandanın şahı, Raul komandanın Gonzalez. şahı, komandanın şahı. 2000-ci ildə bir dənə final oldu ki, Valencia qarşı oynadılar. Onun şah əsəridir. Nə 98-də, nə 2002-də başda onu göstərmədi. O 100% əmin edirəm. O bir, ikincisi də bu Raul Gonzalez heç öz bu dəqiqə sən Real Madrid haqqında nəsə bir azarkeşlərdən soruşsan, Raul haqqında yaxşı fikirlər heç də hamı səsləndirir. 98 dediyin sezonda bombardir Real Madridin bombardiri Fernando Morientes idi. Öpürəm brat səni. Çempionlar Liqasını Lideri, udublar, onu- Çempionlar Liqasını udublar, Super Copa de España. Golü Mijatović La vurdu. Liga, La Liga'da 4-cü Ona qutardı. 98-ci ildə qeydə dünya çempionu. Marient salmışam şeydi, legendlər demişəm. Hə, Yox, Hə, sən Morientes- dediyin Sən Oyuncu dediyin yəni. məsələdə 98 Çempion Liqası oldu. Sənin faktın deyir ki, o Qardaşım, deyil. bax, sən baxmamısan Raul oyunlarına. Sənə prosta bir dənə sual verim də. Necə olur ki, əgər bu Ələkbər baxıb ziyad deyirlər ki, Raul başıdır. Yox, mən demirəm. Davor şükür. Mən Raul başıdır. Amma necə olur ki, Real Madridə Raul Madrid deyirlər. 95-dən Kim deyir 2005-ə ki? qədər. Kim deyir? Yəni 10 il dalbadal niyə görə Real Madridə Raul Madrid Kim deyir, deyirlər? kim? Allah hamı. Kim hamı dinandı? Göstər mənə Allah kim. prezidentdən tutmuş şeyə Hansı qədər, prezident? fanta qədər. Hansı qohum idi onu? Laurent Sanz. Onunla niyə tanışmırsan? Qohum idi da la. 98-ci Ana o ildə daydaylı uşaq idi da, Raul ağzını açırsan. Ana o öz qızını verdi Raula da. Bə nə istəsən? 98-ci ildə Real Madriddə 47 oyuna çıxıb total olaraq 12 dənə gol vurub. 35 oyuna 10 dənə La Ligada, Çempionlar Liqasında 11 oyuna cəmi 2 gol. 2000-ci il. Gedək.
Bir dənə finalda 2 Hə, bir də oyunçuları sayım yanındakılar kimlər idi? Seydov, Redondo, Roberto Carlos Morientes, Hierro, Davor Şuker, Canizares, Şeydə Ajax-dan gəlmişdi Panucci, tezdə. yox, birinci yerdə oldu, ən çox oyuna Hələ keçirdi. Roberto Carlos heç kimə lazım olmuyor. Interdən Mijatovic, gəldi abratına. Karambeu. Karambeu işte Dünya çempionu futbolçu 98 deyil. yəni. Karambeu ümumiyyətlə futbolçu deyildi yəni. Bunlar oyundan çıxıblar bu qədər. Ona Bildiyim görə oyunda deyirəm. çıxıblar bu qədər bura. Söhbət mən Qəqəş Roberto Carlos sən okey deyil. Yox ki. Yəni sən Şuker okey deyil. Yaxşı Karambeu sən deyə bilərsən Karambeu. Qəqəş Davor Şuker o il oynandı da burada. 98 Okey. Davor Şukerin ilidir də burada. O sən onu Brakova çəksən. 12 gol nədir? 2000-də, indi 2000-i deyirəm. 2000-də 29 dənə gol vurub. O ən yaxşı mövsümdür. Mən onu Ən deyirəm. yaxşı mövsümüdür, bəli. 2000-ci ildə həmin 2 dənə də finalda gol vurdu. O ən pik nöqtəsi idi Da onun. nə istəsən? Hala bundan qabaq 98-də də deyirsən ki, daşıyırdı, Raul Madrid deyirdi. Kim Ay deyirsə kişi Real səhv Madridin edirdi. Ronaldo'dan qabaq Real Madridin ən sərras futbolçusu idi Raul. Ay kişi, Ronaldodan Ronaldo qabaq. gəldi şeylər. Ronaldodan qabaq. Sərras futbolçu okey, mən razıyam. Amma Benzema Ronaldodan sonra yəni Ballon d'Or qazanan oyunçudur. Əjdahat. Əjdahat ona görə o qot olmalıdır. Raulda o yoxdur. Benzema'da Çempionlar Liqası var. Çempionat bombardier olub. Necə La deyirlər? Liga Raul'da daha çox. Ha? Səhv eləmirəmsə La Okey Liga də, Raul'da okey. Raul'da Amma daha yenə də çox. Ballon d'Or qazanıb Benzema qazanıb. O dövrdə ki, hardakı Messi var, hardakı Ronaldo var, hardakı Lewandowski var. Ronaldo, Messi yox idi. Raul'da sən özün başa düşürsən ki, rəqib daha az idi. Orada bir dənə Zidane idi deyək. Ronaldo o müddətdə də travma almışdı. O Hardakı müddətdə. Ballon d'Or Real Madrid'e satırdılar onda. İndi bu məsələdir. Hə, Raul'a da satmadılar görsən. Qulaq as mənə. Rəqibi yox idi. Rəqib az idi də, necə ki indi var. Kim? Benzema'nın rəqibi kim idi? 37 yaşlı Messi, 39 yaşlı Ronaldo. Okey də. İndi o vaxt ki Ballon d'Or alanda PSG-də idi də, Messi sonra Barcelona'da idi. PSG-də idi. Bəli. Qardaşım, Raul'un rəqibləri Zinedine Zidane, Luis Figo, Pavel Nedved, Del Piero, Francesco Totti, 98-də Pavel Nedved R9. rəqib idi. Məzən əsasən. R9. Mən misal sayıram sən. R9 98-də travmadaydı. 2 il Aa. oynamırdı. R9 98-də dünya çempionu yarım finala 98-dən çıxdı. sonra da 97-98 mövsümü sən bax. Interdə ayağı qırıldı, getdi. Onu bilirəm, Onu dünya hə. çempionatına gəldi oynadı. Gəldi, Ondan sonra oynadı. bir dənə də onda Crystal O Palace bəs getdi. ildə o vaxt dünya çempionu Ala bir aya verdilər, məzəl Ala sən. 2002-də Ronaldo niyə çempionat verdilər? Hey, qızıl top verdilər. Dünya çempionatına elədi də. Şurada o- Yo, ondan qabaq da oynayırdı, bir mövsüm Ala oynayırdı da. normal oynamırdı Ay R9. kişi, o oynayırdı onu. Oynamırdı, Ondan oynamırdı, qabaq baxarsan. 90-ların sonunda La Liga 2000-də sayına baxsaq 6-ın 4-də Raul qabaqdadır. 6-4 nə? 6 dəfə La Liga Raul udub, 4 dəfə La Liga başa düşdüm. Neçə il müddətində oynayıb Raul, neçə il Benzema oynayıb. Raul da neçə il? 50 il. Yox, 45 il. Yox, neçə mövsüm. Benzema 2009-dan 2021 22 14 il oynayıb. 22-yə kimi. Ala plus minus eyni illər oynayıblar da. 14 Absolut, 14 il 12 il zadı. Liga çempionu. 16 ildə şey oynayıb. Çempionlar Liqası nə qədərdir? 3 dənə Rauldadır. Aha. 5 dənə Beş idi dənə də Benzema. 5 dənə, hə. Gol sayı nə qədərdir? Real Madrid 238 dənə gol vurub, 439 oyun. Kim? Benzema. Hə. Raul 323 vurub. 323. Raul 325. 50 550 oyuna 228 dənə. Beş Elə bil sonra. ki 550 112 oyun daha çox keçirdi, 20 az gol vurub. Qardaşım, Benzema'nın Sən oynadığı dövr. gəl belə Gol elə. dövrü. Gəl belə Benzema- danış. Əgər O sən bilirəm, o Az ayrı. gol vurub nə desən, indi əgər sən bütün statistikanı bura götürürük, deyir ki, daha çox oyun keçirib, daha az gol olub sən Raulun, sən yenə deyirsən Raul qotdu. Yəni sən hansı meyarla bunu deyirsən də? Nə şey alıb, adı nədir? Ballon d'Or. Nə daha çox oyun, daha çox gol vurub. Yəni də 1000 dənə burada statistik məlumat gəldi, sən yenə deyirsən Raul. Yaxşı. Sən qəlbimin oyunçusu ola bilər, amma qaqış qot deyil. Yaxşı. Gəlin bir dənə də Suarezin statistikasına baxaq da. Səhərdən Suarez hamını danışıb, döyür. deyir ki, cındır Suarez zadı. hamını döyür orada. İnsan sezonda 40 gol vurub. Qol düşün. 40. Yox, gol sayı azdır da ikisindən, çünki oyun az keçirdi. Cəmi 258 oyun keçirdi Barcelona Atletico Madrid ikisində bir yerdə. 258 oyuna vurub 180 dənə gol. 258 180 gol. Yox, bunlar çalan oynayıblar və Yox, bir bunlar az çox çox oynayıblar. vurublar ondan. Ya, bir- Yox, gol sayına görə Gol Suarez sayına bir görə nömrədə qardaş olur. qabaqdadır, özü də açıq ara qabaqdadır. 5 dənə də şeyi var. La Ligas. 6-5-4-dür. Hətta mən deyərdim, bu üçlükdə Raul 3-cü yerdədir. Oyuncu olaraq hə. Amma biz La Liga'nın ikonunu seçirik. La Liga'nın ikonu Raul Gonzalez'dir. Layiqan Heç kəsin, ikonu. heç kəs, yəni deyil ki, Benzema deyil. Benzema La Liga'nın ikonu deyil. Suarez La Liga'nın ikonu deyil. La Liga'nın ikonları bilirsən kimdir? Raul Gonzalez, Lionel Messi, Cristiano Cristiano Ronaldo, Modric, sonra kim? Iniesta, Iniesta. Xavi. Və bunlardır ikonlar.
Bəli, Benzema Adurizdir, Yestedir. Raul- Belə Raul- insanlar ikondur. Raul böyük bir loserdir. Ada yaxşı görüm də. Çox böyük bir loserdir. Gəl statistikaya Yəni gəlirsən indi sən deyirəm, indi sən deyirəm. Gözünüzə bir dənə deyim də deyim. Sən Raul deyirsənsə, 2008-ci ildə Aragones ona açıq-aşıq deyib ki, sən mənə lazım deyirsən və komanda çempion oldu. Və ondan sonra da Raulsuz bu yığma hər şey elədi. Yəni o demək deyir ki, əgər ikondursa bu adam, ikon ən azından bir hörmətli şəxs kimi heç olmasa bu sastavda olmalıdır. Aragones ona deyib ki, heçə saydı, deyir ki, sən mənə lazım deyirsən. Nə olsun getdi sonra Schalke-də nəsə elədi, gollar vurdu. O Schalke üçün Aragones öz futbolçusuna negro deyirdi. Negro dedi, okey də Negro İspan dilində, yəni qara Orada deməkdir başqa də, kontekst idi. yəni. O başqa kontekst var. Orada Paulo başqa Negro idi. oyunçu var idi da, onun familiyası Negro idi. Yəni o bir sürü yerdə başlayır. hə, yəni qardaş, yenə deyirəm, burada futbol ekspertlər var, yəni nə qədər analitiklər var, Nostaljiya qapılsaq. Yəni qapılsaq, nostaljiya qapılsaq, Enzo Francesco idi oyunçudur. Şeydir, nə Necə var? ki Zidane deyib ki, mən onunla baxmışam, futbolu sevmişəm. Bəli. Öz oğlunu da qoyub Enzo. Amma Enzo Francesco heç nə qazanmayıb. Mən deyə bilmərəm, axı Enzo gol atdı. Düzdür? Enzo Francesco maksimum Marseldə yaxşı Hə, oynayır. zor oyunçudur. Qardaşım, Bu əmi onu Əmi onun uşaqlıqda Atet kimi baxır ona. Əmi çünki uşaqlıqda Marsel fanatı idi. Marselin Enzo Francesco necə ki mən deyil. deyirəm, Bowen hamıdan zordur. Hamıdan zor. Enzo Francesco oyuna bir dənə bax. Sən prosta oyuna bax. Bu təmiz incə sənətdir. Doğrudan deyirəm Baxmışam sən. çünki mən Zidanın mənim kumirimdir və mənim kumir seçmişdim. Onda Oturub onda izləmişdim. şeyin nədir o adı? La Liga'nın ikonu bunlar heç biri deyil. Ya odur ya da Ronaldinho'dur da belə bax. Yox, ikon başqa. Hardasa İkon mən o. ikondan razılaşıram ki, Raul daha çox Biz ikon ikonu kimi. seçirik Amma də. biz GOAT deyirik, GOAT. Bu ikon və GOAT biraz fərqli şeylərdir. Necə ki Francesco ilə ikon ola bilər, amma GOAT ola Əgər bilməz. Goat biz hücumçu kimi baxırsaq, Goat onda Suarezdir statistikasına görə. Füso. Ələkbər O, abi. Heç nə- mən yenə deyirəm ki, burada 3 nəfərin arasında Raul 3-cü yerdədir. Bəli, bəli. GOAT-lığında. Əgər biz qollara Amma- baxırıqsa, biz hücumçu seçirik. Amma qollar və sonra. titullar götürsə. İkon olaraq sən dediyin düzdür. Raul ikondur, Cristiano Ronaldo'dur, Amma GOAT Messi'dir. ikon deyil də, yəni. GOAT ikon Hadi, deyil. hadi. Ronaldo'suz, Modric'siz, Messi'siz, Xavi Iniesta'sız, Sergio Ramos'suz, greatest of all time ya Benzema olacaq ya da Suarez. Bəli, amma burada əgər biz titullar, qol, okey, mən razıyam ki, burada Suarez daha çoxdur. Titullara görə Amma titullar beş dənə- götürsə beş dənə və Suarez də var. biz mən 5 dənə. 5 dənə La Liga götür. Yox, La Liqanı demirəm. Mən okey də, La Liga bu dəqiqə okey. Burada 4-dür Benzema'da, 5 dənə Suarez. 5 dənə. Aydındır. Gol ratio'da Gol birinci ratio'da yerdə. okey. Çempionlar Liqası söhbəti var. Amma Burada bir dənə mən çox sənə söz üstələyir deyim. də Mən burada sənə bir dənə Benzema söz hamıdır. deyim. Yox, biz Çempionlar Liqasından danışmırıq, biz La Liqadan danışırıq da. Real Madrid azarkeşlərinin bir 50%-i Benzema'da böyük kiçik qoymamışlar. Yəni mən onu sən dəqiq deyə bilərəm. O bir ara razıyam. 9 vura Razıyam. bilmədi. Razıyam. 9 il. Yo, Qızıl topa Razıyam. qədər, qızıl Ronaldo topa gedəndən qədər. sonra yo. Razıyam. Amma- Ronaldo gedəndən sonra gedənə qədər. Benzemanı yəni Razıyam. Amma Benzema'nın ümumiyyətlə Benzema çox haqsız yerə onu söyürlər. Bəli. Benzema doğrudan çox əczağa bir forvarddır. Çox əczağa. Onun prosta bəlkə bəxti gətirmədi ki, eyni müddətdə o Bəli, Ronaldo bəli, oynayır. bəli, eyni vaxtda oynayır. Çünki Ronaldo oynadığı komandalarda həmişə digər forvardlar Gəl sənə biraz bir dənə- kölgədə qalır. Yəni bir dənə sənə tık eləyim də. İndi real hazır keçsən mənə bağışlasın, prosta mən bu silahdan istifadə etməliyəm. O hakim Donnarumma-da ştraf eləsəydi, Benzema qızıl top alardı. Nələ baba söhbətidir də burada da. Belə olsaydı belə elə. Florentino Perez. Yəni bir də qaqaş Ballon d'Or burada Ümumiyyətlə UEFA-nın o böyük bir sponsor La Liga'nın bir oyunçusu kimi Benzema Ballon d'Or'u götürüb. Məncə bu burada digərlərdən birbaş üstündür bu. Raul yetim neynəsin Owen'a verdilər də belə boş-boşuna. Owen da Real Madriddə oynaya götürdü bu O Real Ballon Madrid d'Or'u. getdi. Okey də, getdi, okey də. Getdi. Bu adam nə oldu bu vaxt? Kubok UEFA-nı oldu da. Hə, füsun. Raul gəlib finalda vurmadı. Mən bilmirəm nə temadır orada, amma qaqaş udmayıb da fakt. İcazəniz varmı biraz sazı mən əlimə alım? Yox. Mirasal pozdu bu vəbsə. Raul mənim üçün də yoxdur. Üzrlüsə ikona kimi bomba da Goat da yoxdur. Benzema ilə Suarez müqayisə. İkisi də öz dövrünün ən böyükləri ilə oynayıblar da. Mən burada Suarez və Benzema ayrımında bayaq gözlədim Suarez ki, niyə qabaqda? Çünki ikisi olanda bombardir oldu. yox, ona görə də demirəm. Ronaldo gedəndən sonra Real səfərməsi bir pandemiya mövsümündə La Liga çempionu oldu. Benzema orada başda oldu, Sergio Ramos daşıyırdı, penal ştraf hər şey vururdu. Bu Ballon d'Or'u Çempionlar Liqasına görə verdilər. Çempionlar Liqası da bizim La Liga'da meyar deyil. Luis Suarez'in Barcelona kariyerasını s***liyin bir tərəfi Atletico Madrid'də çempion elədi, Real və Barcelona oldu o sezonda Ligada. Bəli, bəli. onu Gold deyirəm, Luis Suarez'dir. Yəni bu mənim fikrimdir. Sizin fikirlərinizə də qarışmıram, siyahıda fikrim Yox, Raul'u biz çıxardırıqsa söhbətdən, yəni Suarez.
Lij bu Benzema olmasın. Fuck off. Qardaşım 8 sezon bu insan iş eləməyib Bəli, biraz. bəli, düzdür. Mən tam razıyam səninlə. Ona görə də Okay, indi Messi is a good boy. okay. Yo, hələ yazma. Sən nə deyirsən? Sənin fikrin nədir? Sənin fikrin Benzema'dır. Müəllimin də fikri Luis Suarez. Luis Alberto Suarez Diaz. Gəlin izləyicilərə buraxaq, anket açaq. İzləyicilər ən çox kimə səs versələr onu seçək. Amma mən sadəcə Qocalar, Raul Gonzalez seçəcəyiz. Mən sizə inanıram. nəysə bu həftəlik də bu qədər əziz izləyicilər. O kanalın ictimai bölməsində də anket açacağam. Həmin anketin nəticələrində videonun şərh bölməsində pinləyəcəm. Siz də şərhlərdə öz fikrinizi yazın. La Liga'nın GOAT-u sizcə kimdir? Raul Gonzalez, Luis Suarez yoxsa Karim Benzema? Bu həftəlik bu qədər. Sonda canımız ciyərimiz Dongfengə öpürük, bağrımıza basırıq. Yəni Raul'dur, Benzema'dır, Luis Suarez boş şeylərdir, GOAT, Dongfengdir. Çünki nəysə öpürəm, bağrıma basıram hər birinizi. Uzun müddət deyirdik ki 4 nəfər. İnşallah xoşunuza gəldi 4 nəfər. Bu forsam. Öpücüklər. Gəlin görüşürük. Ciao. Küstüye sağ ol da Demir. Raul, maluoy ka Raul. Kaluy, ako nga nagbako. Kay mahadlok nga talikdan. Sa gugma mo, ugma